Maliyə Nazirliyində nələr baş verir? Sahil Bayev dəyişikliyə başladı. Rektorun qardaşını işdən çıxartdı. Sahil Babayev, heç siz bunları digər nazirlikdə çalışanda etmirdiniz axı. Siz özünüzü insanlara sevdirə bilmədiniz. Problemi olan, çox kiçicik pula ehtiyacı olan, kiçicik müavinətə, pensiyası olan insanlar var da, onlara özünüzü sevdirə bilmədiniz. Həmişə problem yarandı orada. Həmin adamlar indiyə qədər danışır ki, Sahil Babayev şərait yaratmadı ki, biz kiçicik pensiyamızı alaq. Görürsünüz də, hər gün sosiallaşdırırlar. Əlillərin, əlil var, yataq xəstəsidir. Onun pensiyası, əlilliyi tamamilə ləğv olunub. Bilmirəm, haqq, ədalət hardadır? Yəqin haqq, ədalət öz yerini tapacaq. Maliyyə Nazirliyi aparatının rəhbəri Cavanşir Yusifov vəzifəsindən azad edilib. Qafqaz İnfonun əldə etdiyi məlumata görə bu barədə yeni Maliyyə Naziri Sahil Babayev əmr imzalayıb. Maliyyə Nazirliyindən yəni bu saytda da xəbər deyilib, saytda da xəbər təsdiqlənib. Bildirilib ki, Natiq Həsənov Maliyyə Nazirliyinin yeni aparat rəhbəri təyin edilib. O 2018-ci ildən Kiçik və Orta Biznes İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb. Bəli. Belə olur da, rəhbərlər nazir gələndə kadr dəyişikliyi edir. Köhnə nazirin, köhnə idarə rəhbərinin, köhnə kimlərinsə təyin etdiklərini artıq oradan uzaqlaşdırır, özləri yeni kadrlar gətirir.